Tüm uşaqlar qışqırdılar. Sumqayıtda dəhşətli hadisə baş verib. Hadisə hazırda dayandığım bu ünvanda qeyd alınıb. Belə ki, 5-i azyaşlı olmaqla 6 nəfərə sahibsiz küçük itləri hücum edib və onlardan birinin vəziyyəti ağırdır. Hazırda xəstəxanada müalicəsi və əməliyyat prosesi davam eləyir. Digərləri isə şəhərin müxtəlif ərazilərində yerləşən xəstəxanalarda müayinə keçirildikdən sonra evə buraxılıblar. Daha burada itlərin əlində mümkün yoxdur. Bir neçə dəfə mənə hücum eləyiblər. Buradan yoldan keçən kişilər, oğlanlar gəlib baxır xilas eləyiblər. Dünən də neçəsini tutub, yaralı var, xəstəxanada yatan var. Xahiş eləyirəm bunlara bir əncam çəkəsiniz, bunları yığışdırasınız. Biz harda yaşayırıq? Sumqayıt kimi gözəl bir şəhərdə itlərin əlindən biz tərpənə bilmirik. Oradan yol var, mən oradan keçə bilmirəm. Əlimdə ves vardı, gördüm 2 dənə, 3 dənə it idi belə. Tüm uşaqlar qışqırdılar. Gecə mən şəxsən çölə çıxa bilmirəm. O küçədə də var, arxada bizdə küçə var. Orada yanınca gəlir, qapıdan çomur adamın üstünə. Üç qadın cinsli, 3 kişi cinsli şəxs it dişləməsi diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki tibb müəssisələrinə hospitalizasiya olunub. Təcili tibbi yardım xəstəxanasına yerləşdirilən bir nəfərə zəruri tibbi yardım göstərilib, müvafiq peyvənd vurulan, vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb. Uşaq xəstəxanasına yerləşdirilən 5 nəfərin hər birinə zəruri tibbi yardımlar göstərilib. Müvafiq peyvənd vurulan, vəziyyəti qənaətbəxş olan 4 nəfər ambulator müalicə üçün evə buraxılıb. Başın dişlənmiş, didilmiş yarası diaqnozu təyin edilən bir nəfərin müalicəsi isə uşaq xəstəxanasının cərrahiyyə şöbəsində davam etdirilir. Hazırda vəziyyəti orta ağırdır.